Davam edirik. Ötən gün Rusiya və Ermənistan liderləri arasında baş tutan görüş və bu çərçivədə səsləndirilən fikirlər Cənubi Qafqazın siyasi mənzərəsində yeni bir ziddiyyətin carçısı kimi dəyərləndirilir. 7 iyun seçkilərindən öncə baş tutan görüşdə hər iki tərəfin səsləndirdiyi fikirlər, hətta bəzən hiss olunan atmacalar belə əslində daha dərin siyasi məna daşıyır. Ekspertlər düşünür ki, bu görüş sadəcə iki liderin növbəti təması deyil. Bu həm də Ermənistan daxilində gedən siyasi proseslərə kənardan yönələn təsirlərin, Rusiya ilə Qərb arasında artan rəqabətin və regionun gələcək geosiyasi düzəninin bir parçasıdır. Bu görüşdə hansı mesajlar verildi, bu dialoq nəyə hesablanıb və ən əsası bu proseslər regionun gələcəyini necə proqnozlaşdırır? Baxaq. Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən müzakirə bir sıra mühüm mesajların verilməsi baxımından diqqət çəkdi. Müzakirələrin əsas xəttini Rusiya-Qərb ziddiyyətləri fonunda iki ölkə arasında yaranan fikir ayrılıqları təşkil edirdi. Xüsusilə Moskvanın vurğuladığı əsas məqamlardan biri Ermənistanın Rusiyadan iqtisadi asılılığı məsələsi oldu. Belə ki, qazın aşağı qiymətlərdə təqdim edilməsi, ticarət dövriyyəsinin 6 milyard dolları keçməsi Kremlin əsas arqumentləri kimi ön plana çıxarıldı. Bununla yanaşı həmin ticarət dövriyyəsində reeksportun xüsusi paya malik olması da ayrıca diqqətə çatdırıldı. Bütün bu məqamlar Moskva tərəfindən yalnız iqtisadi fakt kimi deyil, eyni zamanda siyasi təsir və təzyiq aləti kimi də təqdim edildi. İki ölkə lideri tamamilə açıq şəkildə media qarşısında bir-birlərinə olan ismarıcılarını, əslində isə bir-birləri ilə bağlı olan narahatlıqlarını dilə gətirdilər və Rusiya prezidentinin kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə bağlı spekulyasiya yol verməkdə ittiham etməsi, həm Avropa İttifaqı və Avrasiya İttifaqı arasında Ermənistanın seçim etməli olduğunu qeyd etməsi, ələlxüsus ilk növbədə Paşinyanın seçkilər ərəfəsində Rusiya yönümlü şəxsləri təqib etməkdən çəkindirən bir bəyanatın səsləndirməsi təbii ki, təsadüfi deyildi. Dialoqda digər önəmli məqamsa Ermənistanın daxili siyasi mənzərəsi ilə bağlıdır. Bu mərhələdə diqqətlər yenə də 7 iyun seçkilərində cəmləşir. Paşinyan anlayır ki, seçki öncəsi Putinlə təmasların saxlanılması onun iqtidarı üçün həyata önəm daşıyır. Çünki onun əsas rəqibləri məhz Moskva ilə daha sıx əlaqələrə malik fiqurlardır. Məsələn, Robert Koçaryan uzun illərdir Rusiya ilə yaxın münasibətləri ilə tanınır və bu əlaqələr fonunda hakimiyyətə qayıdış üçün siyasi dəstək gözləntiləri mövcuddur. Digər tərəfdən Rusiyalı milyarder Samvel Karapetyanın son dövrlərdə İrəvanda artan aktivliyi də təsadüfi sayılmır və bu müəyyən mənada Kremlin siyasi təsir mexanizmlərinin bir hissəsi kimi qiymətləndirilir. Ekspertlər düşünür ki, Moskvanın Rusiyapərəst qüvvələrin Ermənistanda seçkilərdə iştirakına şərait yaradılmasını vacib sayması, rəsmi İrəvanın qərbə meyillik haqda fikirləri Ermənistanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilə bilər. Moskva ilə yanaşı Qərb də Ermənistanın işlərinə müdaxilə edir. Bu hadisələr bir daha göstərdi ki, Ermənistan əslində rəhbərlərinin 30 ildən çox dövrdə atdığı addımlar bu dövlətin suverenliyini zərbə altına qoyub. Bu hadisələr göstərdi ki, Ermənistanın Nikol Paşinyanın əvvəlki hakimiyyətli elitaları və eyni zamanda Paşinyan tərəfindən aparılan addımlar Ermənistanı çox çətin və çağırışlar qarşısında qoyub. Beləcə, biz regionumuzda həm müharibələrin, həm də seçkilər ərəfəsində Ermənistanda və Gürcüstanda daxili sabitlikdə xarici çağırışlarla bağlı ciddi şəkildə problemlərin olduğunu görürük. Paşinyan üçün uğurlu sayılmayan bu görüş Rusiyanın Ermənistan seçkilərində öz mövqeylərini gücləndirmək fürsəti kimi gördüyünü göstərir. Bu fonda Ermənistan 7 iyun seçkiləri ərəfəsində Rusiya ilə Qərb arasında geosiyasi mübarizənin əsas platformasına çevrilir. Rusiya-Ukrayna müharibəsi açıq qarşıdurmadırsa, burada daha çox soyuq müharibə gedir. Bu mənzərə fonunda Azərbaycanın balanslı və müstəqil siyasəti fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin xarici təsirlərdən tamamilə uzaq, praqmatik kursla geosiyasi manevr imkanlarını uğurla qoruya bildiyi bir daha diqqəti cəlb edir. Mələ İnqilablı Elvin Muradov, ATV Xəbər.